Uşaq böyütmək mənim üçün çox çətindir. Bəzən səhvlər də eləyirik. Sonra peşman oluruq. Amma nə qədər ki onların valideyni olmaq kimi böyük bir öhdəliyi boynumuza götürmüşük, səbrimizlə saxlamağı öyrənməliyik. Onlara öyrətməzdən əvvəl biz hələ özümüz səbr eləməyi, dinləməyi, sevgini göstərməyi, bağışlamağı dərindən öyrənməliyik. Valideyn olmaq sanki uşaqla birgə yenidən böyüməyə çevrilir. Bəzən elə öz uşaqlarımız bizim öz güzgümüzə çevrilirlər. Biz harda əsəbləşirik, harda gülümsəyirik. Onlar da elə olurlar. Valideyn olmaq uşağa yalnız yemək yedizdirmək, paltar geyindirmək deyil. Valideyn olmaq onlara həyatın gözəlliklərini göstərmək, qəlblərinin incəliklərini oyatmaqdır. Əgər bir uşaq təbiətə hörmət eləməyi öyrənirsə, böyüyəndə insana da, heyvana da, torpağa da dəyər verəcək. Əgər uşaq kiçik bir qarışqanı incitməməyi öyrənirsə, gələcəkdə bir insanın ürəyini qırmaqdan çəkinəcək və uşaq böyütmək dünyaya bir insan qazandırmaq deməkdir. Vicdanlı bir insan. Uşaq böyütmək onlara otların üzərinə ayaq basarkən belə üzr istəməyi öyrətməkdir. Bəs biz daha yaxşı necə valideyn ola bilərik? Bəlkə də cavab çox sadədir. Sadəcə onları dinləməklə, səbirlə yanaşmaqla, öz sevgimizi göstərməklə və ən əsası səhvlərimizi qəbul eləməklə. Çünki valideyn də insandır, səhv eləyə bilər. Əsas odur ki, səhvlərimizi gizlətmək, onlardan öyrənək. Valideynlik mükəmməl olmaq deyil, hər gün biraz daha yaxşısını eləməyə çalışmaqdır. Çünki uşaqlarımız bizdən mükəmməlliyi istəmirlər. Onlar sadəcə sevildiklərini hiss eləmək istəyirlər. Valideynlik çətin işdir və bu yolda ən böyük müəllimlərimiz elə uşaqlarımızdır. Və sizin üçün uşaq böyütməyin ən çətin tərəfi nədir? Səbrinizi necə qoruyursunuz?